Məmurlar da yığışmışdı dövrəsində, hadisəndən bəhətdir, sən niyə? Bu bəzi türklər var, necə Tehranda qablar türkün ilə əhcə ilə danışırlar, o cürlər. Biz hakimiyyət İslamiyə təslim olmuşuq, nə nicat pərəsti. Biz görsək, bu libasda da bir nicat pərəsti qəbul eləməyəcək. And içməmişik ki, biri Ariya mehri deyir, o geçsin, bir ailesi gəlsin, özünə qoysun İran mehri. Həmən olubdur siyaset. Biz bunların qabağında bu siyasətlərimiz, işlərimiz var. Və bunlara sabit edəcəyik ki, dağların dibindən qalxıb bunların siyasətləri necəsidir? 1385 idi. Danışqa Tehran danışçısıydım mən. O da bilməm, 2 həftədənmi, ya həftədənmi bu şeir klasları azad olardı, türkü dilin klasları olardı. Gələrli o da şairlər görsən Qoçandan, ondan sonra Şərqidən, Qərbidən, Ərdəbil, həyyidən gəlirlər. Elə yeylərin türk vardı ki, mən bilmirdim o zamanacaq, bunlarda türk var. Gələrli oyda, gedərdi oyda, bunlar danışan şeylərlə betər xoşum gələrdi. 3 dənə yoldaş idik, gedərdi, uşaqlar çox əlaqəli idilər. Ana dillə günü Səttarxanın qəbri üstə getmək Şabdüləzində bilmirdim heç mən nə minədir. Fəqət elə bir 2 gün qabaq uşaqlar kağızat vermişdilər, bizi bir şey vardı. Baverlə görməmişdim, yalan niyə deyim, bilmirdim. Ucu bir yerlər var, mənzi ucu bir işlər var, ana dili günü var, qızizətlər var. Getdik bu zada, metro ilə getdik, yadımdadır. Çox uşaqlar dedilər, gələcək, və çox adam gəlmədi. Qorxdu, təhdid elədilər. Əsasca təhdid eləmiş, qoymaydilər. Bilmirdim əslən, mən dərk eləmirdim mövzu nə mənədir. Vəli o gördüyü mərz eləyəm də, elə beynən fəqət deyim görüm nə mənədir bu, nə şöyle, güzel mövzular nə mənədir. Getdik Şabdüləzmə tənə o şey ki, əvvəl adam deyirlər nə zəncəl bilib, bir dənə hovuzun altındaydı, su tökülüydü üstünə. Bu Səttarxan qəbri suyun altında. Uşaqlar deyirlər də bu əmdən qoyublar bu suyun üstünə, hovuzun üstünə su tökülüyü bura. O zaman illi idi ki, qoymuyorlar. Mənzə çox adam gəlməyər, sən bilməyər, görməyərlər bir bir şey vardı. Bu Hacı Molla Əzimi deyildilər, o da mən bilmirdim. Deyirlər bulan bir də, deyirlər Molla Əzimidir, mən o da eşitdim adın. O da yığışdıq, məmurlar da yığışmışdı dövrəsində, Hacı səndən bəhətdir, sən niyə? Bu bəzi türklər var, necə Tehranda qablar türkün ilə əhcə ilə danışırlar, o cürlər. Hacı səndən bəhətdir, sən niyə gəlibsən, qaçışıbsan bunlara? Mən öz üzümə dedim, ama bunlar məgər bir pis şey yox, qatışmışıq bunlara. Qoymadılar, uşaqlar şeir dedilər, yoxdur. Çox adam, adlarını bilməyəm, bəli çox adam vardı. Belə yaman kişilər vardı. Bəsəm adam baxıydı, burada dedim olan. Adam deyir, özlüyən qəhvə bilmir, bəli özümüzü güclü bilmir. Bəli bunların içində mən baxıydım, gördüm babam. Oğlum, necə kişilər var burada? Bunlar danışanda adamın tüyləri biz olurdu. Babır elə deyə bilməyəm. İndi yadıma, çox yadımdan çıxdı, ona görə, ha fikrimdən. Elə adamlar danışıydı, elə gözəl danışıydılar, adamın tüyləri biz olurdu. Adam bunların uzun qabağında deyil olan, bunlar kişidirlər və biz nə məniyik? İnsafən nə ki istəyən, zad eləyən, böyüdəməz özü, vaqən elə böyük adamıydılar. Belə daş kimi, o bu hədlərin adam baxıydı, sınırdı qabaqlarında, Allah şahiddir.